Bəli, bu atopik dermatit xəstəliyidir. Atopik dermatit xəstəliyi altında, yəni dərinin həmçinin allergik xəstəlikləri kimi də səbəblər olur. Amma əsas faktor dərinin qurumasıdır və quru dərilərdə də qaşınmaya səbəb olan yorucu bir qaşınmalar, diskomfort baş verir. Əksərən körpə uşaqlarda olur və müəyyən yaş həddindən sonra bu əlamətlər itib gedir. Dediyim kimi, burada dəri nəmliyi, su balansı pozulduğu səbəbindən dəridə quruluq və qaşınmalar olur. Həm körpənin qidalanmasını, həm dərinin nəmlənməsini mütləq şəkildə təmin etmək lazımdır. Təbii ki, burada da mütləq bir dermatoloqun baxışı keçirilməlidir. Uşağın ümumi vəziyyəti, mədə-bağırsaq sisteminin necə çalışması, yəni bütün bunlar bir səbəbdir. Həkim tərəfindən səbəbi araşdırılacaq və müəyyən müalicə tədbirləri görülür. Amma analara aid olan məqam nədir? Mütləq şəkildə dəriyə daima nəmləndirici kremlər istifadə olunmalıdır. Düzgün gigiyenik qulluq olmalıdır dəriyə. Bu halda bu diskomfort aradan qalxır və müəyyən yaş dövründən sonra bu atopik dermatit də sağalır. Əksərən hallarda sağalır.